Bir yerə gedirsən, yaxşı bir yerə, sənə bir rəsmi qarşılanma mərasimi keçirirlər. Səni hörmətli, əziz bir insan kimi izdihamın içindən aparırlar, gözəl qarşılayırlar səni. Sonra da aparıb daxil edilə bilir ki, burada naz-nimət içində qal. Sən o naz-nimət içində həmişə qalacaqsan, amma o qarşılanma ki xüsusidir, o bir dəfə oldu axı. O qarşılanmağın dadı damağında qalır. Deyirsən, məni qaytar, bu nə qarşılanma idi? Şəhid özü təəccüb edir ki, məni nə qədər əzizlədilər. Şəhidin ruhu bədəndən çıxanda təəccüb elirdi, bu nə əzizlənməkdir. Görür ki, yer göy mənim başıma dolanır. Mən neynədim ki, bu can ki onsuz da torpaq altına gedəcəkdi. 10 il tez getdi, bir güllə ilə getdi, daha rahat canım çıxdı. Amma bu qədər neymət, o əzizlənmək var, qarşılanma mərasimi. O bir dəfə olur da şəhid hamı üçün. Cənnətdə həmişə qalacaq, şəhidin neyməti çoxdur, amma o qarşılanma mərasimini, o əzizlənməyi təzədən yaşamaq üçün bir də istəyirəm, canım çıxanda ki, görüm, mələklər çıxdı, biz bilmirik də nədir o. Onu görənlər bilir, Allah onlara nəsib eləyib, Allah arzusunda olanlara nəsib eləsin inşallah.